Lombard bacı və qardaşı aldadıb. Belə bir iddia ilə Kürdəmir sakinləri Xəzər xəbərə müraciət ediblər. Rayonun Yenikənd kənd sakini Nadir Cəfərov 6 il əvvəl maddi ehtiyac səbəbindən qızıllarını Lombarda girov qoyaraq pul götürüb. O bildirir ki, pulları qaytarsa da qızıllarını ala bilmir. 2019-cu ildə qızılı verdim, 2000 manatlı pul götürdüm. 5000 manatlı dəyərində qızıl verdim, 2000 manat pul götürdüm. Qızılları verdim, pulu götürdüm, pulu qaytardım 2023-cü ildə pulu cəm şəkildə, yəni altı üstü qaytardım. 2023-cü ildən 2025-ci ildir. 2 ildir müraciətim, yəni qızıllarım qayıtmır. Məsələ burasındadır ki, Nadir'in bacısı Günay Cəfərova da eyni Lombardın toruna düşdüyünü deyir. Lombarda qızıl qoymuşam, pul götürmüşəm, yəni ödənişi tam olaraq faizi ilə birgə ödəmişəm 2022-ci ildən. Qızıllarımı geri ala bilmirəm, artıq 3 ildir. Lombarda qızıl verdiyim insana müraciət elədim, aldatdı. Bu ay gəl, gələn ay gəl, gətirmədi qızılları. Bildirildi ki, həmin Lombard bağlanıb və ünvanı dəyişib. Şikayətçilərlə əlaqədə olan Lombardı işlədən Gülnar Bəşirovadan münasibət almaq istədik, lakin telefonlara cavab vermədi. Bacı-qardaş bu barədə hüquq mühafizə orqanlarına müraciət ediblər. Rayon prokurorluğundan Xəzər xəbərə bildirdilər ki, iş artıq məhkəməyə verilib. Məhkəmə qanuni olaraq hüquqi qiymət verəcək. Asiman Səlimov, Yusif Kərimli, Xəzər xəbər.